Salamlar, hər birinizi xoş gördük. Salam. Deməli, Səvinə müəllimə biraz gec qoşulacaq, Ceyhan müəllimə də gec qoşulacaq. Aynur müəllimə buradadır. Rəqsana müəllimə buradadır. Bugün Bəyi müəllimə də qoşulub. Gəldik belə, digər müəllimlər də inşallah qoşulacaq. Biz ilk 40 dəqiqədə testlərə baxış keçirəcəyik. Testlərə kimlər yazıb? 20 test demişdim bugünə. Müəllim yazmışam mən. Aha, Aynur müəllimə bəs siz? Bəli, yazmışam. Aha. Onda ilk 20 testdə biz baxış keçirəcəyik, səhvlərinizə baxacağıq. Ondan sonra isə yəqin ki, birazdan digər müəllimlər də qoşulacaq. Ondan sonra son keçdiyimiz dərslərlə bağlı biraz sual-cavab və biraz dəqiqləşmələr həyata keçirəcəyik. İkinci 40 dəqiqədə isə yeni mövzumuzu təqdim edəcəyik. Mən ekrana testləri paylaşacağam. Testlərə bir-bir baxa-baxa səhvlərinizə münasibət bildirəcəyik. İzah etməyə çalışacaq. Ekran görünürmü? Hamı görür ekranı. Bəli. Aha. Gəldik belə. Kim nədə səhv edib, zəhmət olmasa desin və biz də izaha başlayaq. Məndə 13. 13-ə qədər kimdə var? Məndə elə 1. 1. Yaxşı. Birinci sual deyir ki, yanlış fikri seçin. Yəni 5 dənə bənddən 4-ü doğrudur, biri yanlışdır. Baxaq ki, yanlış hansıdır? A bəndi diferensiyallaşdırma dərslərin hər qrup şagirdə uyğun olaraq planlaşdırılmasıdır. Bu doğru cavabdır. Çünki biz sizə keçən dəfə qeyd elədik ki, diferensial təlimdə different sözü müxtəliflik deməkdir. Yəni sinifdəki şagirdlər müxtəlifdir. Dərslər təkcə bir qrupa deyil, sinifdə olan hər qrupa uyğun planlaşdırılmalıdır. Yəni zəif uşaqlar da o dərsdən bir şey götürməlidir, güclü uşaqlar da bir şey götürməlidir. Yoxsa mən dərsi elə qururam ki, orada yalnız 3-5 nəfər nəzərə alınır, qalanına uyğun gəlmirsə, o zaman bu diferensial yanaşma deyil. O mənada A bəndi doğrudur, biz yanlış axtarırıq. B bəndi. Diferensiallaşma şagirdlərin əvvəlki bilik və bacarıqlarının qiymətləndirilməsindən və fərdi təlim məqsədlərinin müəyyən edilməsindən başlayır. Bu da düzgündür. Bu bilirsiniz hansı fikirdir? Biz demişdik ki, müəllim diaqnostik qiymətləndirmə aparır. Düzdür, elə qiymətləndirmə biz gələcəkdə keçəcəyik, amma qiymətləndirmə biz bir neçə dəfə rastlaşmışıq. Xüsusilə şagird yönümlü tələb ki var təlimi təşkilində, demişdik ki, müəllim şagird yönümlülüyə əməl eləmək üçün diaqnostik qiymətləndirmə aparmalıdır. Çünki diaqnostik qiymətləndirmə nəticəsində müəllim görür ki, bu uşağın marağı nəyədir, meyli nəyədir, hal-hazırki səviyyəsi nədir. Deməli, diaqnostik qiymətləndirmə ilə diferensial yanaşma bir-birini tamamlayır, birlikdə həyata keçirilir. Burada da diaqnostik qiymətləndirmə yazmayıb, sadəcə yazıb ki, əvvəlki bilik və bacarıqlar. Yəni, insanın əvvəlki bilik və bacarıqlarını yoxlamaq üçün biz zaten diaqnostik qiymətləndirmə həyata keçirməliyik. B bəndi doğrudur. A ilə B ilə işimiz yoxdur. İkisi də doğrudur. Biz yanlış axtarırıq. Gəldik C-yə. Diferensiyallaşma dərslərin ümumi qiymətləndirmə meyarı əsasında qiymətləndirilməsinə şərait yaradır. Bu səhvdir. Niyə səhvdir? Biz öz ağzımızda diferensiyallaşdırma deyirik. Diferensiyallaşdırma hər şagirdi nəzərə almaqdır. Biz axı hər şagirdi birlikdə ümumi qiymətləndirə bilmərik. Ümumi şəkildə yanaşa bilmərik.
Ona görə diferensiallaşma ilə ümumi qiymət eyni anlama gəlmir. C bəndi səhvdir. Amma yenə deyə də baxaq, diferensiallaşma müxtəlif intellektə malik şəxslərə aid edilir. Bu düppədüzdür. Diferensiallaşma müəllimin səriştəliliyinin göstəricisidir. Bu da düppədüz, çünki hər müəllim diferensiallaşmanı düzgün yerinə yetirə bilmir. Səriştəli müəllimlər bunu daha yaxşı bacarır. Burada oldu cavab C bəndi. Səbəb də o idi ki, diferensiallaşma fərdi yanaşmaya aiddir, xüsusi yanaşmadır. Amma burada ümumi qiymətləndirmədən söhbət getdiyinə görə bu yanlışdır. Aydın oldu. Bəli, müəllim, bəli. 1-dən sonra 13-ə qədər, 12-yə qədər kimin səhvi var? Səbinə müəllimə də qoşuldu. Səbinə müəllim, testi yazmısınızmı? Səbinə müəllimə desin 8. Axşamına sıxıyır müəllim. 8-də səhv. Aha, 8. Gəldi 8-ə. Tamam. Demək, cədvəl verib. Bizdə bugün Bəyin müəllimə də ilk dəfə qoşulub. Ona görə mən bir qədər də ətraflı izah verəcəyəm. Biz bilirik ki, belə cədvəl veriləndə, əgər yuxarıda uyğunluğu bizdən istəyirlərsə, doğru tərəfdə doğru fikri götürməliyik. Yanlış tərəfdə də yanlış fikri götürməliyik. İndi baxaq ki, hansı fikir doğru, hansı fikir yanlışdır. Gəldik. Şagirdlərə materialı necə öyrənə biləcəklərinə dair seçim verildikdə, onlar öz öyrənmələri üçün daha çox məsuliyyət hiss edirlər. Bəli, bu doğru fikirdir. 2. Diferensiallaşmada şagirdin bilik və bacarıqlara yiyələnməsi fasilitasiyasız da həyata keçirilə bilər. Düzdür, çünki fasilitasiya scaffoldingdə olur. Diferensiallaşmada fasilitasiya şərt deyil. Bu da doğrudur. Gəldi yanlış tərəfə. Diferensial təlimdə dərs prosesi zamanı şagirdlərin təlim ehtiyacının nəzərə alınması vacibdir. Deməli, bu da doğru fikirdir. 4. Diferensial təlimə görə bütün şagirdlərin eyni dərəcədə müəllim köməyinə ehtiyacı olmur. Əgər olur olsaydı, bu yanlış olardı. Ehtiyacı olmur, zaten da doğrudur. Çünki diferensial uşaqlar fərqlidir, müxtəlifdirsə, təbii ki, fərqli şəkildə ehtiyac duyacaqlar. Deməli, 8-ci testdə bizə verilən 4 fikrin 4-ü də doğrudur. Ona görə də biz doğru tərəfdə olan 1-2-ni seçəcəyik. Cavab A bəndi. Yanlış tərəfdə yanlış olmadığına görə biz yalnız doğru tərəfdəki doğrunu axtarıb tapa bildik. Cavab A bəndidir. 1-2. Çünki 4 fikrin 4-ü də doğrudur. Bu doğruları yadda saxlayın. Çünki test düzdür. Orada olduğu kimi belə düşməyəcək sizin imtihanda. Amma onun içərisindəki fikirlərdən istifadə oluna bilər. Məsələn, burada 4 dənə doğru fikir var. Bu doğru fikir özünü başqa testdə göstərə bilər yenə. 8 aydın oldu mu? Bəli müəllim, çox sağ ol. Buyurun. 8-dən sonra 12 demişdim. 12. 13. 13. 13. Hı hı. Tamam. Gəldi 13'ə. Burada mən bu ekranı yığım. Tamam. 13. Şagird mətnin məzmunu mənimsəmək üçün dəfələrlə oxusa da nəticə əldə edə bilmir. Sinifdə yoldaşları ilə mətni müzakirə edərkən mətnin məzmunu ona aydın olur. Bu halda şagird hansı öyrənmə tərzinə malik olduğunu demək olar. Mən audial götürmüşdüm. Cavab ama oxuyub yazmadı. Müəllimə, bu testin cavabı kitabda yanlış verilib. Ümumiyyətlə, burada cavab audialdır. Çünki burada oxuyub yazmaqdan söhbət getmir. Bunun Bəli, cavabı kitabda müzakirə yanlış edir, verilib. Bəli. Deməli, biz bir daha xatırladırıq ki, şagirdlər öyrənməsinə görə 4 hissəyə bölünür. Bəzi şagirdlərdə audial öyrənmə üstündür, yəni eşitdiyini öyrənir. Məsələn, belə uşaqlar qulağında naushnik olanda, qulaqcıq olanda dərsi öyrənə bilirlər. Yəni, dinləyib də öyrənmə mümkündür. Bəzi uşaqlar audial yox,
görərək öyrənməlidir. Biz buna vizual öyrənmə deyirik. Bəzi uşaqlar üçün, yəni görmək, eşitmək fərq eləmir. Gərək özü ona toxunsun, özü onu quraşdırsın. Biz buna deyirik, deməli, kinestetik öyrənmə, toxunma. Bəzi yoldaşlar da elə, mən özüm də universitetdə oxuyanda bəzi mövzuları əvvəl oxuyurdum, yazırdım başqa bir dəftərə, sonra yazdığımı öyrənərdim. Bu nədir? Oxuyub yazaraq öyrənmə. Bu da bu tərzlərdən biridir. İndi söhbət ondan gedir ki, indi o demək deyil, məndə vizual güclüdürsə, məndə kinestetik yoxdur. Və yaxud məndə audial güclüdürsə, məndə vizual yoxdur. Bizim hər birimizdə bu dördünün dördü də var. Lakin biri daha güclüdür, biri daha nisbətən zəifdir. Əsas məsələ odur ki, biz özümüz dərk edək ki, bizim özümüzdə hansı daha önəmlidir. Biz buna deyirik metakognitiv bacarıq, özümüzü dəyərləndirmə, özümüz üçün daha uyğunu, daha vacib, daha faydalı olanı seçə bilmək. Məsələn, sizin içərinizdə elə müəllimlər var ki, günü bu gündə deyir ki, mən öyrənməkdə çətinlik çəkirəm. Soruşunda ki, niyə çətinlik çəkirsən? Deyir, elə sizin səslərə qulaq asıram, amma heç nə başa düşmürəm. Çünki bu adamda audial öyrənmə zəifdir. Bu adam başqa digər 3 variantı yoxlamalıdır. Özü həm oxuyub yazmağı bir dəfə yoxlasın, bir dəfə deyək ki, görüb yadda saxlamağı öyrənsin. Bəzi müəllimlər var ki, öz səsini WhatsApp-a yazır, təzədən onu dinləyəndə öyrənir. Yəni, bu yenə audial öyrənmənin üstü olması deməkdir. Uzun sözün qısası 13-də cavab Y deyil. Burada əgər müzakirə nəticəsində uşaq öyrənirsə, müzakirə səslərlə olduğuna görə biz bunu audial götürməliyik. Kim əgər A bəndini yazıbsa, bu doğrudur. Çox sağ olun. Müəllim, bir də mən məzmundan bu prosesi, bu testdə tam ayıra bilmirəm. Müəllim, narahat olmayın. Burada bu testdə o məzmundan söhbət gelmir. Məsələn, 16-da baxın bir dənə. Bəli, bir dəqiqə gəlirəm. Qətiyyən narahat olmayın. Gəldik. Aha. Demək, ilk öncə diqqətli olaq. Mən buna bir daha sizə izah vereyim. Biz bilirik ki, dərs prosesində deməli, məzmun hissəsi var, proses hissəsi var, nəticə hissəsi var, bir də qiymətləndirmə hissəsi var. Yəni, diferensiasiya özünü bu 4 hissədə göstərə bilər. Məzmun hissəsi nədir? Müəllim məlumatı seçəndə, siz deyirsiniz, mən sabah uşaqlara bu məlumatı verəcəyəm. Siz bu məlumatı seçəndə düşünürsünüz ki, sinifdə bunu hansı formada deyim ki, bütün uşaqlara çatsın. O uşaqlar fərqlidir. Əgər belə düşünürsünüzsə, bu məzmun komponentidir. Yox, əgər... Bəli, yəni siz özünüz seçim eləyəndə uşağa görə seçirsinizsə. İndi gəldik testdə. Müəllim şagirdlərə saha anlayışı izah etməyə çalışır. Bu zaman bir neçə metoddan istifadə edir. Şifahi izah ilə yanaşı dediklərin lövhədə şəklini çəkir. Çünki buraya qədər aydındır. Burada söhbət artıq məzmundan gedir. Məzmundan gedir. Yaxşı da fürsət düşmüşkən digər hissələrdə mən izah edeyim. Bu bir daha sizə aydın olsun. Demək ki, burada... Burada indi mən diqqət edin, sona qədər gəlib bilmirsən. Həmçinin sinifə gətirdiyi kvadrat formalı fiqurlar üzərində sahənin bir daha izahını əyani formada təqdim edir. Verilmiş situasiyada müəllim dərsin hansı komponentində diferensiallığı qoruyur. Bir dəqiqə. Burada nəyə görə proses götürüblər? Ona görə ki, müəllim təkcə izah mənasında deyil. Müəllim fikirləşir ki, burada şifahi izahı başa düşənlər olacaq. Burada eyni zamanda, deyək ki, lövhədə şəklə görə də başa düşən olacaq. Eyni zamanda sinifdə əyani formada nəsə gətirirsə, onu da başa düşəcəklər. Müəllim 3-4 dən forma seçir ki, yəni bu öyrənmə prosesi söhbət artıq sinifdədir. Yəni evdən söhbət getmir. Evdən söhbət getsəydi məzmun komponenti olardı. Bu artıq sinifdədir. Sinifdə bu iş görülür, şagirdə təqdim olunursa, bu artıq prosesdir. Çox sağ olun. Məsələn, orada nəticə komponenti bəs nədir? Şagirdlərə sərbəstlik verirsən, deyirsən ki, məsələn, bizim mövzumuz bunu, bu bacarığı dərk etməkdir.
Amma sonda kimə necə rahatdırsa, o formada bizə təqdim eləsin. Kimsə şəkil çəkib gətirər, kimsə şeirlə təqdim eləyər, kimsə sxem çəkəcək, kimsə mahnı ilə təqdim eləyəcək. Yəni burada məqsəd onların təqdim olunma formasında sərbəstlik verməkdir ki, onlar heç olmasa öz düşüncələrinə görə hazır, yəni yekun bizə lazım olan bazarlığı təqdim eləsin. Məsələn, mən deyirəm ki, yaz fəslini şərh edin. Kimsə yaz fəslini şəkil çəkib şərh eləyəcək. Kimsə yaz fəsli haqqında mahnı oxuyacaq. Bizim məqsəd nədir? Uşağın beynində, düşüncəsində yaz fəsli doğrudurmu, yoxsa yanlışdırmı? Biz doğrunu yaratmağa çalışırıq. Biz onu artıq nəticə kimi var. Yəni şagird nəticədə bizə onu necə təqdim eləyəcək? Sərbəstlik vermişikmi təqdimata? Sərbəstlik vermişiksə diferensiasiyanı qorumuşuq. 16-dan sonra 16-dan sonra kimin səhvi var? Müəllim 12-yə baxa bilərik zəhmət olmasa. 12. Qayıtdıq geriyə. Tamam. Deməli, bununla balacalaşdırın burada. Aha. Gəldik 12-yə. Demək, 12-də söhbət nədən gedir? Müəllim şagirdə muğamla zikkurat məbədlərinin quruluşu arasında hansı oxşar cəhətləri müəyyənləşdirmək üçün tapşırıq verir. Şagirdlərdən biri tapşırığı zikkuratın şəklini və muğamın pilləvarı inşa sxemini çəkərək təqdim edir. Bayaq dedim nümunədir. Yəni, müəllim sadəcə deyir ki, muğamla zikkurat məbədlərinin quruluşu arasında hansı oxşar cəhətləri müəyyənləşdirmək lazımdır deyə tapşırıq verir. Onlardan biri bu tapşırığı bu cür həll edib gətirir. Yəni, biz ona nəticədə sərbəstlik vermişik. Yəni, sərbəst şəkildə, bu deyək ki, sxem çəkib gətirib, başqası mahnı oxuya bilərdi o haqda, başqası yazı ilə gətirə bilərdi. Məqsəd nədir? Sadəcə bizə lazımdır, uşaq bu fərqi, bu müqayisəni apara bilsin. Burada göstərilən situasiya nəticə komponentinə aiddir. Yəni, şagird bizə gətirib təqdim edir. Nəticə olaraq təqdim edir. O mənada biz bu nəticə götürəcəyik. Aydın müəllim, çox sağ olun. Yəni, biz burada bariyer yaratmırıq da. Yəni, bir var ki, bəzi müəllimlər var, indi bizim məktəblərdə də var, açıq danışayıq da. Məsələn, müəllim ancaq tələb edir ki, mənə ancaq bu formada gətir. Universitetlərdə də bu problem var. Hətta universitetdə müəllim var ki, deyir ki, mən ancaq PDF-i qabağıma qoyaraq PDF ilə yoxlayacağam. Baxın, imtahanda düz yazmısınız, səhv yazmısınız. Demək, burada şagirdlərə diferensial yanaşma tətbiq olunmur. Tələbələrə diferensial yanaşılmır. Hələ istəyir ki, müəllim onun dediyi kimi olsun. Bu artıq diferensiallaşma deyil. O baxımdan orta məktəb şagirdləri universitet tələbələrinə nisbətən günü bugün daha yaxşı inkişaf eləməyi bacarırlar. Çünki orta məktəblərdə tətbiq həyata keçirilir. Orta məktəbdə artıq yanaşmalarda fərq var. Məsələn, siz bunları bilirsiniz, amma universitet müəllimləri bunlardan xəbəri yoxdur. Mən özüm universitetdə 6 il işləmişəm, oradakı mühiti bilirəm. Yəni, orada elə tələb yoxdur, tələbəyə fərqli yanaş, tələbələr fərqlidir filan, belə söhbət yoxdur. Ona görə tələbələr əziyyət çəkirlər və həm də geriyə düşürlər. Birinci kurs tələbəsi 4-cü kursa çatında daha da zəifləyir. Birinci kursda daha savadlı idi, 4-cü kursda da zəifləyir. Ona görə MİQ imtahanına getmək üçün təzədən hazırlaşırlar. Çünki bu 4 il, 5 il universitetdə oxuya əsas baza informasiyalarına geriyə düşmüş olurlar. Bu oldu 12-ci test haqqında məlumatımız. Sonra kimin səhvi var? On 12-dən sonra biz 13-ü təqdim elədik, 16-nı da təqdim elədik. Başqa kimdə səhv var? 20-yə qədər səhv yoxdur ki. Səbinə müəllimə 19 soruşur. 19? Bəli, mesajla yazıb görməlisiniz. Hə, mən bu dəqiqə aça bilmirəm, çünki buradayam mən, WhatsApp-a girə bilmirəm. Tamam. Biri hələ yazıb. Burada yazır elə. Hə, mən ekran paylaşımı eləyəndə görmürəm, mesajı görmürəm orada.
Gəldim 19-cu suala deyibsə 19-cu suala deyək. Deyir ki, yanlış fikri müəyyən edin. Deməli 5 dənə bənddən 4-ündə doğru fikir var, birində yanlış fikir var. A bəndi. Ümumi təlim strategiyası kimi diferensiallaşma şagirdlərin məqsədə çatmasına xidmət edir. Bəli, bu doğru fikirdir. Diferensial təlimi xüsusi ehtiyacı olan şagirdlərin qruplaşdığı siniflərdə tətbiq etmək lazımdır. Bu fikir yanlışdır. Xüsusi ehtiyacı olan şagirdlər bilirsiniz də, xüsusi qayğıya olan ehtiyacı olan şagirdlər yaxud diferensial bütün siniflərdə olur. Niyə xüsusi ehtiyacı olan şagirdlər? Zaten biz şagirdlərin hər birinə fərqli şəkildə baxırıq. Onun üçün B bəndi daha çox səhvə oxşuyur. Amma yenə də C bəndini də oxuyarıq hər ehtimala qarşı. Effektiv diferensiallaşdırılmış tədris proqramı aydın məqsədləri olan yüksək keyfiyyətli tədris deməkdir. Bəli, bu doğrudur. D bəndi diferensial yanaşma scaffoldingin daxilində yer alan prosesdir. Bu da doğrudur. Çünki scaffoldingin daxilində biz zaten hər şagirdə fərqli-fərqli yanaşırıq və həm də ki, scaffolding bütün tədris boyunca həyata keçirilirsə, diferensial bir dərs boyunca həyata keçirilir. Demək, diferensial scaffoldingin daxilindədir. Y bəndi, effektiv diferensiallaşdırılmış tədris müxtəlif xüsusiyyətlərə malik şagirdlərin prosesə cəlb olmasına təsir edir. Bu da doğru fikirdir. Demək, burada yanlış fikir oldu. Yalnız B bəndində. Çünki diferensial təkcə xüsusi ehtiyacı olan uşaqlar üçün deyil. Bugün Azərbaycanda hər bir sinifdə həyata keçirilməlidir. Hər bir sinifdə. Cavab oldu B bəndi. Başqa 20-yə qədər kimə aydın olmayan sual qaldı? Hamiyə aydındırmı? Bəli. Bəli, müəllim. Deməli, bizim bu bölmədə daha 25 test var. Biz bu 25 testi də gələn dərsə qədər mənə təhvil verərsiniz. Bizim deyimdə növbəti dərsimiz olacaq, həftənin 6-cı günü olacaq. Artıq həmin günə qədər qalan toplam 45 dənə testi, 20-si bugün işlənilib, qalan 25-i də həmin gün ərzində işlənəcək. Bu testlərlə bağlı, bu 20 testlə bağlı kimə nə qaranlıq qalır? Kim nəyi, hansı testi oxudu, başa düşmədi, şübhəli qaldı? Oldu mu bu 20 testdə belə bir məqam? Əgər hər hansı bir məqam qalmayıbsa, o zaman mənim sizə suallarım olacaq. Mən burada paylaşımı dayandırıram. Hazırda cəmi bugün yenə əksər müəllimlər qoşulmayıb dərsə. Maraqlıdır. Nazənə müəllimə də bugün yoxdur. Rəhmi müəllimə də bugün yoxdur. Aha. Gəldik belə. Biz biraz sual-cavab eləyəcəyik. Baxaq müəllimlər nə qədər öyrəniblər. Hazırsınızmı sual-cavaba? Bəli, müəllim. Aha. İlk olaraq, demək, mən sual-cavab eləyəcəyik Rəqsənə müəllimə, Aynur müəllimə. Bəyim müəllimə də bu dərsi izləyəcək. Hər halda suallarla cavabları uyğunlaşdıracaq və nəticədə keçən dərsi də belə deyim də öyrənməsi üçün fürsət yarana bilər. Demək belə, sualım Rəqsənə müəlliməyədir. Buyurun, müəllim. Rəqsənə müəllimə, sizin fikrinizcə öyrənmə tərzlərini bilmək nə üçün müəllimlərə vacibdir? Müəllim, bayaqlar elə dediyimiz kimi, məsələn, müəllim bilməlidir ki, hansı şagird hansı qaydada daha yaxşı, daha rahat öyrənir də. Məsələn, bəzi şagirdlər var ki, görərək daha rahat öyrənirlər video olaraq. Bəziləri olur ki, toxunaraq daha yaxşı öyrənirlər. Bəziləri siz bayaq dediyiniz kimi yazıb oxuyurlar, bu şəkildə yazaraq daha yaxşı öyrənirlər. Aha. Yəni, daha yaxşı bilməlidir ki, uşaqlara da bunu tətbiq eləsin də. Aha. Rəqsənə müəllim, siz özünüz hansı məktəbdə çalışırsınız bu dəqiqə?
Müəllim, mən məktəbdə çalışmıram, Aha. kollecdə çalışıram, amma ona görə istəyirəm MİQ-ə Bəli, imtahan bəli. vermək üçün. Aydın. Aydındır. İnşallah uğurlu olar. Aynur müəllimə, Bəli. siz çalışırsınızmı hazırda məktəbdə? Fevralda çıxmışam, işləyirdim indiyə kimi. Hə, aydın oldu. Deməli, Aynur müəllimə, hansı öyrənmə tərzləri var? Öyrənmə tərzləri vizual, audial, kinestetik, bir də oxuyub yazmadır. Vizual görərəkdir. Hı Bunlar -hı. bəzən şəkil çəkərək, qrafik çəkərək bunları öyrənirlər. Audial ya səsli qulaq asırlar, ya müzakirə edirlər. Kinestetik toxunaraq, səhnələşdirərək öyrənmədir. Hərəkətdə olurlar. Bir də oxuyub yazaraqdır. Bunlar qeydlər götürürlər əsasən və bu cür daha rahat öyrənirlər. Hı -hı. Mən özüm də hamısını qarışdırıb öyrənirəm ki, hansı yadımda qalsa. Bəli. İndi sizə belə deyim də, yəni uğurlu dərs keçmək istəyirsinizsə məktəbdə, bir dərsi planlaşdıranda özünüzə sual verirsiniz ki, məsələn, mən bu məlumatı 4 formada necə təqdim edə bilərəm? Yəni, mən bu Bəli. dərsi izah edərkən necə edeyim ki, səsli şəkildə də çatsın, göstərərək də çatsın, nə bilim, Mən həm uşaqlar, izahını verərəm, bəli, həm şəkillə göstərərəm və ya və lövhədə yaxud yaza videolarla bilərsiniz, bəli. göstərərəm və yaxud Aha. lövhədə yaza bilərəm və yaxud uşaqlara qeydlər, əsas o bəzi hissələr var, onları qeyd eləmək üçün deyə Bəli. bilərəm ki, bu hissələri qeyd edeyim. Aha. O zaman daha rahat. Bir də səhnələşdirmə kimi vermək olar. Və səhnələşdirmə hansı üsula aid, hansı öyrənmə tərzinə aiddir? Kinestetika. Bəli. Çünki rollu oyunlar təkcə əlləri ilə, qolları ilə əşyaya toxunmaqdan ibarət deyil, həm də özü rolu ifa etməkdən ibarətdir. Onun üçün biz Bəli. bəzən deyirik, hiperaktiv uşaq sinifdə varsa, onu rollu oyunlara cəlb edək. Həm enerjisi var, həm də rollu Bəli. oyunlar onlar üçün effektiv olur. Onlar toxunmadan bir yerdə qala bilmirlər. Kinestetik Və öyrənmə yaxud tərzində də laboratoriyada. bəli, bəli. Bunu düzgün şəkildə qeyd elədiniz. Gəldik Rəqsanə müəlliməyə. Rəqsanə müəllimə, kitabda bir test verib sizə ki, siz özünüzü yoxlayın ki, sizdə hansı öyrənmə tərzi üstündür. Özü yoxlaya bildinizmi? Yox, heç o testlərə işləmədim mən. Elə mətni oxudum, dərs oxudum. O testə baxdınızmı nə haqqında idi? Elə gördüm, özüm, yəni də əlavə test vermisiniz, heç sözün açığı onun içinə baxmadım. Fikirləşdim, yəqin bu da işləmək üçündür, əlavə verməmişsiniz deyə baxmadım. İndi bu fasilədə mən ona baxaram, işləyərəm onu. Bəli. Deməli, bu nə Köhnə üçündür? kitablarda var o. Hə, köhnə kitablarda inanmıram olsun, bəlkə də var, deyə bilmərəm. Deməli, bu nə üçündür? Bu nə üçündür? Bu onun üçündür ki, siz sinifə girdiniz, deyək ki, diaqnostik qiymətləndirmə aparırsınız. Siz bir dənə bu testi də həyata keçirə bilərsiniz və nəticədə görə bilərsiniz ki, sizin əslində sinifdəki şagirdləriniz hansı öyrənmə tərzinə önəm verir. Məsələn, burada xüsusilə nə ediblər? Deməli, A variantını seçən şagirdlərdə vizual öyrənmə tərzi üstündür. B variantı kimdə çoxluqdursa, onda audial öyrənmə tərzi üstündür. Kimdəsə C variantı, məsələn, baxan kim bilirsən də bunda C-lər daha çoxdur. C-lər çoxsa kinestetik öyrənmə tərzidir. D variantın sayı çoxdursa, o oxuyub yazmaqla öyrənməkdir. Bu sizə nədə köməkli göstərər? Sinifi tanımaqda. Gələcəkdə həmin sinifdə dərs quranda artıq bu xüsusiyyətləri nəzərə alacaqsınız. Gəldik Aynur müəlliməyə. Bəli. Aynur müəllim, biz qrupa səs atmışdıq. Səsləri dinləyə bildinizmi? Bəli, dinləmişəm. Əvvəlcə həmin səslərdən biz danışacağıq. Biz sizə orada müasir təlim modellərini təqdim eləmişdik. Amma onların içərisində elələri var ki, ənənəvi sistemə aiddir. Biz nə üçün onlara müasir təlim modeli deyirik ki? Köhnədə axı ikisi orada. İndi də istifadə olunduğuna görə onlara deyirik.
Bəli, Amma əslində müasir dövrdə sistematik hələ də bəzi məktəblərdə istifadə olunur. Məsələn, hə, müasir dövrdə istifadə olunan, lakin köhnə sistemə aid olan modellərdən biri müəllimə müəllimə yönəlmiş modeldir. yönəlmişdir. Bir də orada var birbaşa tədris Birbaşa. modeli. Hə. O da birbaşa tədrisi özün deməli. Ona görə ki, birbaşa təlim modeli deyilən bir şey mən sizə bu gün izah edəcəyəm. Birbaşa təlim olanda müasir dövrə aiddir. Birbaşa tədris olanda köhnə dövrə aiddir. Birbaşa tədris nədir? Müəllim elə bir ki, şagirdi yerinə qərar verir ki, kitabın bu səhifəsi sənə lazımdır, bu səhifəsi sənə lazım deyil. Təhsil Naziri də deyir ki, müəllim, sən niyə belə qərar verirsən ki? Biz kitabı sənə vermişik şagirdə öyrətməyə. Sən niyə şagirdə deyirsən ki, bu sənə lazımdır, bu sənə lazım deyil? Elə bir ki, müəllim şagirdin yerinə qərar verir. Bu hissə olar, bu hissə olmaz. Bu cür yanaşma birbaşa tədris modeli adlanır və köhnə sistemə aiddir. Fənnin hissələrini özü ayırır, fənnin qanunauyğunluqları özü müəyyənləşdirir, şagirdin yerinə qərar verir, bu yanlış hesab olunur. Rəqsana müəllimə, müəllimə yönəlmiş modeldə 3 dənə hissə vardı. Hansılar idi onlar? Müəllimə yönəlmiş modeldə 3 hissə. e, Qulaq asmışam səslərə, amma o hissəni unutmuşam. Biz nə demişik sizə? Demişik ki, qulaq asanda özü üçün cızmaqarı eləyin. Demək, biz burada belə başa düşürük ki, Rəqsana müəllimədə audial öyrənmə biraz zəifliyib. Eşidib, amma bəli, ona görə də siz onu vizuala gətirib çıxartmalıydınız. Yəni, o eşidə yazmalıydınız. Aynur müəllimə, yadınıza düşürmü? Bilirəm ki, yəni o müasir təlim metodu deyil də, əvvəldən Amma testdə yəni düşür müəllimə, testdə düşür. Biz ona görə öyrənirik. Bəli. Biri Yəni- formal hakimiyyətdir. Bəli, müəllimin formal müəllim hakimiyyəti, özünü avtoritar aparır ki, yəni mən nə avtoritar, desəm, diktator kimi, diktator kimi. burada mənəm bu Bağdadda kör xəlifə və bu misal Bəli. mənəm edir orada. Ekspert Müəllimin ekspert modeli, bəli. burada Deyir ki, yəni şagird mən passiv olur hər özündən şeydə. misal, bəli. Ancaq özündən misal, öz hadisəni öz başa düşdüyü kimi deyir. Yəni düzgün olmasa da ola bilər də müəllimlər də səhv edə bilər, ancaq öz başa düşdüyü kimi hadisəni izah eləyir. Bir də şəxsi nümunədir ki, burada ancaq özündən misallar gətirir ki, mən məsələn, mən belə oxuyurdum, mən belə yazırdım, mən bu formada. Aha. Bu 3 dənə hissə bax sizin məktəblərdə də görmüsünüz. Bu gün də məktəblərdə var. Görürsünüz ki, bir müəllim diktatorluq eləyir, dərsi özünə görə planlaşdırır. Deyir, uşaq kimdir ki, mən belə istəyirəm, əlimə bu cür yatır, bu cür də keçirəm. Bu diktatorluqdur. Bəzi müəllimlər var ki, özü danışmağı sevir, ekspert kimi. Yəni, mən danışım, uşağın danışma hüququ yoxdur. Uşaq passiv şəkildə qəbul etməlidir. Bu müəllimin ekspert nümunəsi formasıdır. Bir də var müəllimin şəxsi nümunəsi. Müəllim elə hər addımda deyir ki, mən bunu belə edirəm, sanki müəllim özü nə edirsə, sanki obyektiv etmiş kimi olur, amma əslində bu səhvdir. Sən bunu edirsən, o deməkdir, doğru yanlışmı budur. Müəllimin şəxsi nümunəsini bu cür təqdim etməsi yanlış hesab olunur. Bəs Rəqsana müəllimə mənə desin, şagird yönümlü yanaşma bəs necə idi? Şagird yönümlü yanaşma müəllim həm də şagirdin də fikrini önəmli bilir. Yəni icmal hazırlayanda əgər şagirdi düşünərək icmal qurursunuzsa, bu şagird yönümlü yanaşmadır. Yəni təlimin məqsədi şagirdləri hədəf seçməkdir. Yoxsa təlim müəllimin marağına xidmət edə bilməz. Yəni burada müəllimin marağı deyilən bir şey yoxdur. Müəllim öz zəhmət çəkməlidir, şagirdləri hədəf seçməlidir. Təlimi şagirdlərə görə qurmalıdır. Şagirdin marağına görə. Biz buna deyirik şagird yönümlü yanaşma. Bəs Aynur müəllimə, bugünkü dünyanın bir nömrəli öndə gedən hissəsi, tərs sinif modeli. Bu haqda nə bilirsiniz? Ən geniş yayılmışdır və buna bizə hansısa təlimdə də keçiblər. İlk dərsi əvvəlcədən şagirdlərə WhatsApp-la, elmi, hər nəyləsə
dərsi veririk. Onlar bu dərsi öyrənirlər, onun haqqında məlumatlı olurlar. Hı-hı. Sonra sinifə gələn zaman səhv yadımda qalmışsa ilk 20 dəqiqə idi o tapşırıqların işlənilməsi. Orada uşaqların öyrəndiklərinə əsasən həmin o yeni dərsin tapşırıqları işlənirdi və nəticələr orada qiymətləndirmə aparılırdı ki, necə mənimsənilib, nə səviyyədə öyrəniblər. Ola bilər, bugünkü dünya, məsələn, bu istiqaməti hədəf seçmək istəyir, amma kütləvi deyilələr. Maraqlı modeldir. Ən gözəli Bəli. deyərəm ki, odur. Bəs yaxşı, nəyə görə biz deyirik ki, uşaq mövzunu evdə öyrənsin? Yəni, bunun fəlsəfəsi nədir ki? Evdə uşaq daha rahat olur, istəyib uzanırmı və Bəli. yaxud yemək yeyərəkmi öyrənir, yəni özü sərbəst olur. O formada da Bəli. öyrənəndə daha rahat olurlar, nəinki sinifdə sərt partalarda oturaraq öyrənmək. Bəli. Deməli, hərəsinə ən rahat mühit onun evidir. Evdə onu dəyib dolaşan yoxdur, sərbəst şəkildə öyrənə bilir. Və bir də ki, tərs sinif modelində eyni vaxtda çox insanı əhatə etmək olur. WhatsApp qrupunda nə qədər adam varsa, bir dənə video göndərsəz, hamısına çatır. Uşaq evdə mövzunu öyrənir, izahı eşidir, öyrənir. Sinifə gəlir yalnız müzakirə aparmağa və bir də tapşırıq eləməyə. Artıq belə deyildi, Azərbaycanda düzdür, məktəbədə bunu hələ eləmirlər. Amma bəzi kurslar Bakı şəhərində, xüsusilə magistr kursları bu istiqamətə keçirlər. İndi deyək ki, mən sizə dərsləri bu istiqamətə keçsə belə eləyə bilərəm ki, mən sizin üçün yeni keçəcək dərsin videosunu çəkirəm, sizə göndərirəm. Siz həmin videonu izləyirsiniz. Dərsə gələndə isə biz sadəcə müzakirə aparırıq, testlərə baxırıq bu şəkildə. Biz bunu bu şəkildə eləsək, olacaq tərs sinif modeli. İndi o da bəzi yoldaşlara uyğun gələcək. Məsələn, bugün Səbinə müəllimə qoşula bilmir, amma video onda olsa, o heç bir şey itirmir. Video istədiyi vaxtda izləyə bilir. Məsələn, Nazəni müəllimə ilə Rəhmi müəllimə bugün burada yoxdur, amma onlar da qoşulsalar, belə deyim də, yəni bu modeldən daha çox öyrənə bilərlər. Gəldik belə. Bizim indi burada 1 dəqiqəmiz qalıb. Yəni 1 dəqiqə sonra bu 40 dəqiqə yekunlaşacaq. 10 dəqiqə fasilə olacaq. Ondan sonra ikinci 40 dəqiqə başlayacaq. İkinci 40 dəqiqənin əvvəlində də yenə də bu hissə ilə bağlı biraz qısa sual-cavabımız olacaq. Ondan sonra yeni mövzunu təqdim eləyəcəyik. Ümumiyyətlə, Aynur müəllimə, diferensial təlim nə deməkdir ki? Diferensial təlim şagird fərqliliyini nəzərə alaraq, onların tələbatına uyğun olaraq müasir təlim metodudur deyək. Bəli, düzgün qeyd edirsiniz. Rəqsə müəllimə, yaxşı, diferensiallaşma zamanı 3 cür xüsusiyyətlər nəzərə alınır. Bunlar hansı xüsusiyyətlərdir?